Salamlar ve saygılarla. İranla ilgili mövzuya girişten önce yeri var Güney Azərbaycan Milli Hərəkatı mənsublarının dustaqlarını dərin hörmət və boğaz dolu acı qəhərlə yad edək. Bilirsiniz ki, onlar xalqımızın fədakar və sadiq mübarizə igidləridirlər. Yəni hər bir milli düşüncəli bütün Azərbaycan və ümumiyyətlə Türk insanının imkan daxilində onlardan hər tərəfli maddi mənəvi yardımı milli borclarımızdan sayılır. İranın ümumi durumuna gəldikdə etirazlardan qüdrət boşluğuna qədər düşünmək olar. Yəni 2026-cı ilin fevralın son günü və yanvar ayının səhv eləmirəmsə ikinci həftəsinin əvvəllərində ki qiyamlar baş verdi. Bu aydındır ki, məişət tələblərindən başlanmışdı və sürətlə sistem əleyhinə şüarlara çevrildi. Amma xalq ilə hakimiyyət arasındakı o dərin uçurumu hər zamandan da daha artıq üzə çıxartdı. Geniş ölçüdə götürəndə repressiya və internetin kəsilməsi, qısa müddətdə küçələrdəki o alovu söndürülsə də, cəmiyyətin dərinliyindəki qəzəbi bir barıt anbarına çevrildi. Onun ardından da gördük ki, 40 günlük savaş ki, altyapıların və ya infrastrukturların ağır zərbə alması və yuxarı səviyyəli hərbi siyasi amillərin ya məmurların terror edilməsi ilə müşayiət olundu. Bu göstərdi ki, Tehrandakı qərar vermə mexanizmi şoka düşdü. Bu ara savaş fəzasında və ictimai baskılar altında yeni kadrların təyin olunması, siyasi məşruiyyəti və ya legallığı görünməmiş bir çətinliklə üz-üzə qoyub. İndi mənə elə gəlir ki, İran bugün %60'dan çox inflasiya və ya o təvərrüm deyilən və enerji sahəsinin məhv olması ilə kontrol edilmiş bir dağılmaya doğru gedir. Faktiki olaraq prezidentin İran İslam Keşikçilər Korpusu yaxud Sipah deyilən o qara qüvvənin qarşısında bir əmir qulu və hətta Müştəbə Xameneyinin də naməlum vəziyyəti və onun adının altında bir hərbi dərbə və ya kodda ki deyərlər, reallıqda budur ki, Sipahı ölkənin qeyd-şərtsiz hakimi qərar verib. Yəni tətik onların əlindədir, silah-sursat onların əlindədir. Hətta özlərindən bir zaman olmuş hərbiçi indiki İran İslam Cumhuriyyətinin parlamentinin spikeri ki, orada sədr deyilir, bu Qalibafı da belə oyuna buraxmırlar ciddi surətdə. Bu arada İranın həmlələrə cavab olaraq Hormuz boğazını bağlaması, neftin qiymətinin $80 yuxarı qaldırırsa da, əməli surətdə Tehranın daha təcrid olunmasına gətirib çıxarıbdır. Bu addım hətta Çin kimi ucuzlu İran enerjisindən asılı olan müttəfiqləri də ruslararası baskılarla yol bir olmağa məcbur etdi. Çünki Amerikanın qarşılıqlı quşatma yaxud mühasirəsi İranın neft satışında bir çıxılmaz duruma salıb və neft diplomasiyasını bir jeopolitik boğazına çevirib. Ancaq Donald Trump'ın İran siyasəti maksimum hərbi təzyiq və yaxud baskı və populist iddiaların qarşılığıdır. Görünən odur ki, onun hakimiyyət dəyişib iddiası bəzi liderlərin fiziki həsfinə istinad edərək siyasi elmlər baxımından bir diplomatik, bir sosial və struktural prosesdir. Bir neçə şəxsiyyətlərin dəyişməsi rejim change yox, hakimiyyət dəyişikliyi demək olar. Yəni İslam Cumhuriyyətinin əsas quruluşu və anayasası əvvəlkindən daha radikal surətdə davam edirsə ki edir, o zaman rejim change-dən danışmaq gülünc bir iddiadır. Amma Washington faktiki yerdə heç bir məlum alternativ olmasa da İrandakı qeyri-fars millətlərin potansiyelini görməzdən gələrək müxalifətləri qüdrəti ələ keçirməyə təşviq etməklə yalnız və yalnız hərc-mərcə yol açır. Bu oyun demokrasiyadan çox İranın suriyələşmə təhlükəsini də artırır. Demək istəyirəm ki, eyni halda son yarım əsrdə diktatorluğuna görə xalq üsyanı nəticəsində devrilmiş pəhləvi monarxiya hakimiyyətini və ya şahənşahlığını yenidən bərpa etmək məqsədli dövlətlərin İranın reallığından tamamilə xəbərsiz olduqlarını göstərir. Və bu da maraqlı və qaranlıq məqamlardandır. Çünki əgər İranın içində onların o qədər agentləri var ki, hətta o ən dərin bunkerlərin içində santimetrinə qədər şəxsiyyətləri müəyyən və məhv edə bilirlərsə, bu qədər göz qabağında çoxunluqda olan Türk xalqını və ya digər etnikləri
və onların hüquqlarının tapdalanmasını necə görə bilmirdilər? Bununla yanaşı, üstəgəl İsrailin sərt mövqeyini də görməzdən gəlmək olmaz. Təl-Əviv indi İskot stratejisindən İranın başını əzmək stratejisinə keçib. İsrail ordusundan fərqli olaraq onun təhlükəsizlik orqanları, yəni Mossad Tehranda siyasi nəzmin tamam çökməsini istəyir. İsrail da inanır ki, ideolojik hakimiyyət qaldıqca hər hansı bir nüvə anlaşması ancaq və ancaq qısa müddətdə ağrı kəsici olacaq. Bu isə bölgəni bir daimi savaş vəziyyətində saxlaya bilər. Deməli, reallıq budur ki, nə Trumpın hakimiyyətin bitəcəyi ilə bağlı iddiaları həqiqətə yaxındır, nə də Tehranın iddia etdiyi sabitlik dayanıqlıdır. İran indi nə savaş, nə sülh, nə də tam dağılma vəziyyətindədir. Baxmayaraq, universitet və məktəb öğrencilərini ballarının kəsilməsi hədəsi ilə yeniyetmələri gələcəkdə əskərlikdən azad olacaqları, bəzi yoxsulları müəyyən qəpik quruş həddində hər gün nağd vəsait ödəmə və ya ev əşyaları hədiyyə adında güya rejimin fədailəri kimi küçələrə çəkib aksiyalar nümayiş etdirirlərsə də, reallıq bunu əks etdirmir. Deməli, İranın iç məsələsinə gəldikdə, xalqın əksəriyyəti ancaq rejimin devrilməsini tələb edir. Yəni, ictimai parçalanma qaçılmazdır. Son nəticə olaraq, mənə elə gəlir ki, İran bir bölgəsəl oyuncudan bir dünya təhlükəsizlik məsələsinə çevrilib. Yəni, İranda qüdrətin başqasına daşınması və yaxud ötürülməsi və ya struktural davranış dəyişikliyi üçün bir mexanizm yaradılmayınca, İran və dünya bir-birini aradan aparan bir prosesdə olacaqlar. Son söz olaraq, mən düşünürəm, indiki qeyri-müəyyənlik beynəlxalq dəyişiklik istəyi ilə daxili müqavimətçi strukturun toqquşmasının nəticəsidir. Mənə söz verib dinlədiyinizə görə də sağ olasınız.